Gülşenlə bir video çəkmək üçün görüşmüşük. Saat 3-də görüşmüşük, 17:36-dır. Hal-hazırda Ayna ilə danışmağa gedib, Ayna güzgü ilə yəni bildiyimiz və video çəkə bilmirik. Çünki gülür. İstəyirəm ki, qəşəng video olsun ki, insanlara faydalı olsun. Aha. Gülməsə? Nə yapayım? Aha. Münasibət mövzusunda, yəni bağlanma tipləri. Ulan ben burada şofla koyarım. Ben elimde tutarım. Güləndə belə. Nə deyirdim? Bağlanma tipləri. Baxırışdı. Belə dedim. Bağlanma tipləri münasibətdə ən önəmli mövzudur. Bu eləyir. Niyə gülürsən? Bilmirəm. Bağlanma tipləri deyəndə ən çox, yəni əslində çox dərin bir mövzudur. Aslında mesela bir şey diyeyim, biz üstünden desək, sonra ciddi Qoysan deyəcəm. Həqiqətən Allah rədiyo şeydən sonra elədim. Tipləri deyəndə ən çox burada önəmli olan mövzulara əslində toxunacam. Özür dilerim bir kere. Özür dilerim, Allah da benim belam vermesin. Mesela baxıb danışanda problem, o mesela ciddi başlayıram, sənə dönürəm, səni düşüb getdi. Mənə görə nə xatırlayırsan? Fikirləşirəm. Danış da biləm, söhbət eləmişim başda bir dənə. Bir dəqiqə, quracağım cümlə atdım gözlə. Bağlanma tiplərini birincisi özümüz üçün anlamalıyıq. O eləyir. Münasibət tipləri bir münasibətdə çox əhəmiyyətli bir. Sənsə səhərdəndir bizim bütün çəkməyimiz üçün hər şey olur. Münasibətlər... Sen bir şey diyeyim. Bir şey Neden? Bura şey çatmıyor. Tahta. Kasına şey koyalım. Neyse. Aha. Münasibətlərdə bağlama tipləri çox önəmlidir. Çünki ümumiyyətlə ilk cümlədən gülür səni. Şimdi sen danışanda soru çocuğu sen gülme ve buna göre de gülmeyeceğim. Peki ben aileyle özümde danışmayayım. Aynen. Bence. Danışdı, həll elədiniz. Bence ha. Peki. O cümle şeydi. Bəlkə oxumayasan. Yok şeydi sana söylemiyorum. Sağlam Gül Talks'ın 2. bölümüne hoş geldiniz. Ben Gülşen ve bugün psikolog. Mən artıq evliliyin bir mesajı olaraq bunu alıram, qəbul edirəm. Sənə də bunu məsləhət görürəm. Sabah görüşək. Sağ ol. Sağ ol.